Vaxtınız xeyir əziz izləyicilər. Şənbə günü saat 8-i göstərəndə Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı efirdədir. Bugün yenə biz Çəmənli kəndindən Gülü xanımın məkanında gözəl bir verilişin qonağıyıq. Bugünkü qonağımız sizlərin tanıdığınız, hamımız üçün dəyərli bir insan olan Qorxmaz Qarabağlıdır. Qorxmaz müəllim, biz bir neçə il bundan əvvəl bu Çəmənli kəndi təmas xəttində yerləşirdi. Bu günləri çox şükür ki, bizim qoşunlarımız, sərhədçilərimiz Azərbaycanın sərhədində, Kəlbəcərdə, Füzulidə, Zəngilanda, Cəbrayılda dayanırlar. Biz bunun hamısına görə şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Dünən də, bugün də, sabah da Azərbaycan ordusunda xidmət edən əskər və zabitlərimizə borcluyuq. Və ən nəhayət Azərbaycan xalqın dəmir bir yumruqda birləşdirən Cənab Ali Baş Komandanın rəhbərliyi ilə biz işğaldan bütün torpaqlarımızı azad elədik. Allah yenə şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, dövlətimizi və dövlətçiliyimizi qorusun. Biz sizlə demək olar ki, bütün tədbirlərdə görüşürük. Mən hərdən sizin vaxt tapıb bu verilişlərdə, tədbirlərdə iştirak eləməyinizə də sizə əhsən deyirəm. Ona görə ki, Ağdam rayonunu demirəm təkcə, Respublikanın bir çox rayonlarında təşkil olunan şəhid tədbirlərində Qorxmaz Qarabağlı iştirak edir və təmənnasız özünün vicdanlı səsinə qulaq asaraq bütün tədbirlərdə şəhid ailələrinin, qazilərimizin, dövlətimizin də və dövlətçiliyimizin yanındadır. Qorxmaz müəllim, xoş gördük. Sizi biraz yaxından tanıyaq. Çox sağ olun İqbal müəllim, təşəkkür edirəm. Allah sizdən razı olsun. Və məni bu gözəl verilişinizə dəvət etdiyiniz üçün mən həm sizə, həm də Arzu müəllimə böyük təşəkkürümü bildirirəm. Can sağlıq arzulayıram və həmişə mənim əziyyətimə dəyər verdiyiniz üçün, zəhmətimə dəyər verdiyiniz üçün sizə böyük təşəkkürümü bildirirəm. Və bu günlərim elə bir günə təsadüf eləyir ki, bizim Ağdamımızın, Qarabağımızın, Azərbaycanımızın igid, qəhrəman oğlu Yaqub Rızayevin anım günüdür. Və elə bugün mən bir yerdə tədbirdə idik. Mən dövlətimizin başçısına böyük təşəkkürümü bildirirəm ki, elə bir igid, qəhrəman bizim Azərbaycanımızın qeyrətli oğluna gözəl bir ad verdi və onun gözəl bir anım tədbiri keçirildi. Və sonra biz Ağdamda yerləşən Şəhidlər Xiyabanı ziyarət elədik. Məzarı önünə gül çələkləri qoyduq və onun döyüş yoldaşları, hansı ki o Yaqub Rızayevin yanında mənim iki qardaşım döyüşürdü. Onlarla yanaşı bütün dostları ilə, döyüş dostları ilə birlikdə orada iştirak elədik. Və bu günlərim həqiqətən qürur verici bir haldır. Niyə? Çünki sizin sözünüzə qüvvət vaxt var idi, Çəmənli kəndi, o cümlədən Zəngşalı, Mahrızlı, Qaradağlı, Əfətli və keçdik Sarcalı, Əhməd Ağalı kəndləri, Çıraqlı, Mirəşəlli kəndi təmas xəttində idi. Və biz rahat yaşaya bilmirdik, rahat otura bilmirdik və biz həmişə o dağlara baxanda bu sözü deyirdik. Orada bir dağ var uzaqda, o dağ bizim dağımızdır. Getməsək də, gəlməsək də, o dağ bizim dağımızdır. Orada bir ev var uzaqda, o ev bizim evimizdir. Qalmasaq da, yatmasaq da, o ev bizim evimizdir. Və o evi bizim eləyən igid qəhrəman oğullarımız, şəhidlərimiz, qazilərimiz, veteranlarımız, hansı ki bu kənddə də bizim igid qəhrəman oğullarımız oldular ki, onlar da döyüşə sarıldı və getdilər Qarabağımızı, Azərbaycanımızı bütövləşdirdilər. 1905-ci ildən üzübəri hansı ki ermənilərə hədiyyə verilən o torpaqlarımız bu günlərim azaddır. Biz həqiqətən bu günlərin fəxr edirik. Mən ilk musiqi nömrəmi də elə istəyirəm ki, Azərbaycanımıza aid. Mənim ən çox sevdiyim gözəl bir musiqi var. Yaşa,
Yaşa mənim xalqım. Eşq olsun Azərbaycanımıza və onun adını həmişə şərəflə daşıyan oğullarımıza. Qorxmaz müəllim, adımdan da gördüyü kimi bizim verilişimiz sevinçli dəqiqələrdir Arzu TV'nin efirində. Bu günləri siz bizim qonağımızsınız. Mən üçün çox xoşdur ki, bu verilişdə sizlə bir yerdəyəm və biz bir yerdə çox olsaq da hisslərimizi bölüşməyə məqamımız, macalımız olmur, belə deyək. Bugün sizlə biz biraz ətraflı söhbətlər edəcəyik. Mən bayaq sizə sual verdim ki, sizi biraz yaxından tanıyaq. Siz də şəhidlərimiz söz mövzu olduğuna görə nə özünüz haqqında, nə də ansambl haqqında heç nə demədiniz. Yəni bizim verilişin formatı budur ki, bizim qonağımız qonaqlarını təqdim edir. Buyurun. Mən harda vətən, şəhidlər mövzusu varsa mən özüm yadımdan çıxıram. Mən Qorxmaz Qarabağlı. Özüm Xocavənd rayonunun Kurapatkün kəndindənəm. Uşaqlıqdan Ağdamda oxumuşam. Xanşınsk adına Muğam Musiqi məktəbində. Xanəndəlik üzrə. Müəllimim Mirtağı müəllim olur. Seyid Mirtağı. Və mən həmişə müəllimlərimizə, mənə hansı ki dərs deyən müəllimlərimizə və başda Xanşınsk adına Muğam Musiqi məktəbinin müdürü olmuş, hansı ki Azərbaycan muğam musiqi sənətinə neçə xanəndələr bəxş eləyib, həmən gözəl insan. Bizim gözəl tarzənimiz Rafiq Rüstəmov. Mən ona böyük təşəkkürümü bildirirəm. Mənim bu səviyyəyə gəlib çıxmağımda Rafiq müəllimin böyük hörməti var, zəhməti var. Və
mənim kimi neçə xanəndələr var ki, onlar da hər biri Rafiq müəllimin məktəbini keçib. Və bu günlərim mənə arxa olan, dayaq olan ansamblumun adı elə Dostlar ansamblıdır. Çünki bizim qəmimiz də birdir, sevincimiz də birdir, həmişə bir yerdə olur. Mənim həmişə arxam, dayağım olan mənim gözəl gitara ifaçım, əziz dostumuz, qardaşımız, Ramal qardaşım. Elə bu kəndin, mən deyərdim ki, Ağdama, hansı ki, elə bir xanəndələr gəlir ki, onu müşahiət etmək biraz çətin olur. Mən elə başa düşürəm ki, Ağdam ərazisində Ramal qardaşımız onların öhdəsindən gəlir. Və mənim əziz dostum, qardaşım, Anar qardaşım, bu günlərim solo sintezatorda və müşahiətdə mənim əziz balaca qardaşım, Şükran qardaşım və mənim bir sözümə nəinki bura, hətta bütün şəhid tədbirlərinə təmənnasız aparatı ilə birlikdə özü də gəlir. Mən əziz qardaşıma, dostuma, Elşad qardaşıma can sağlıq arzulayıram. Həm də Udarnikdə mənim əziz dostum və mənim belə dostlarım arasında belə deyirlər, sənin sağ əlindir. Mənim sağ əlim əziz dostum, qardaşım, Amil qardaşım. Və bir qardaşımız da var ki, müəyyən səbəblərdən iştirak eləmir. Mənim ürəyim, döyünən ürəyim və mənim bütün proqramımın hamısını bilən Aqil qardaşım müəyyən səbəblərdən iştirak eləmir. İnşallah verilişinizdə iştirak eləyərik. Budur, mənim fəaliyyətim hər kəsin göz önündədir. Mənim işim hər kəsin göz önündədir. Mən işimlə də fəxr edirəm. Sizin də bu günlərim mənə dəvət etdiyiniz üçün bir daha deyirəm. Sizə böyük təşəkkür edirəm. Buyurun. Verilişin başlanğıcından göründüyü kimi və sizin içinizdə olan doğru hisslərdən mən bilirəm ki, bugünkü meclisimizdə, verilişimizdə ən çox vətən mövzusunda olan mövzulardan, mahnılardan çalışacağıq ki, bəstəkar və klasik Azərbaycan musiqilərindən qonaqlarımız, dinləyicilərimiz bəhrələnsinlər. Başında durdum, dumanlan özüme bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumanlan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında duman göründü, duman göründü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında duman göründü, duman göründü. Həzədənizi təşkinlə coşdu, hülyalar içində sanki bihuşdu. Həzədənizi təşkinlə coşdu, hülyalar içində sanki bihuşdu. Vətən arzusuyla ömrələr qoşdu, dumanlar başında dastana döndü, dastana döndü. Vətən arzusuyla ömrələr qoşdu, dumanlar başında dastana döndü, dastana döndü. Bu xoş mənzərə şövqümü artırdı şeylə gözələm.
elim nəzərə Təbiətdə mənə heyran göründü, heyran göründü Çatdıqca bətərim elim nəzərə Təbiətdə mənə heyran göründü, heyran göründü Deyirlər bülbülər çəmən yaxşıdır İnsan üçün lalə zar vətən yaxşıdır Deyirlər bülbülər çəmən yaxşıdır İnsan üçün lalə zar vətən yaxşıdır Şair sorma nədən vətən yaxşıdır Adı gəlcək ölüm dastana döndü, dastana döndü Şair sorma nədən vətən yaxşıdır Adı gəlcək ölüm dastana döndü, dastana döndü Mirrəhim qardaşım qəhrəman oldu Adında nəğmədə dastana döndü, dastana döndü Xudayar qardaşım qəhrəman oldu Ağlanla nəğmədə dastana döndü, dastana döndü Sevinçli Dəqiqə proqramı Qormaz müəllim, bilirsiniz ki, şəhidlərimiz hamısı bizim üçün dəyərli, əzizdir. Bizim şəhidlərimiz düşmənin üstünə oxuya-oxuya getdilər. Oynaya-oynaya getdilər. Heç elə bir döyüşə getmirdilər. Xudayar balamız da bu mahnı ilə tarixə düşdü. Və bu mahnının müəllifi olan Əlibaba Məmmədov da özünün icazəsi ilə dedi ki, bu gündən sonra bu təsnif Xudayar təsnif adlandırılsın. Allah şəhidlərimizə rəhmət eləsin. Bizim ikinci sənətimiz də var da. Mən elə bilirəm ki, hər insanın özünün ikinci bir peşəsi də olmalıdır. Yaşaması üçün. Olar ki, işlədiyi iş yerindən çıxandan sonra onun əlində bir başqa peşə olmalıdır ki, bu peşə ilə özün və ailəsini dolansın. Bizim bu ikinci peşəmizdir də, biz toylarda da görüşürük. Toylarda son dövrlərdə nədənsə dəstəkar mahnıları, xalq mahnıları, klasik mahnılar azalıb. Amma elə gözəl musiqilərimiz var ki, heç vaxt ölməzdilər. Siz necə baxırsınız bu mövzuya? Mən elə bu mövzuya toxunacaqdım, amma elə siz məni qabaqladınız, təşəkkür edirəm. Mən üzümü gənclərə tutub deyirəm ki, toy deyiləndə ən birinci musiqi vağzalı sədası. Və bizim gənclərimiz bu günlərim nədənsə bizim vağzalımızı qoyurlar arxivə, hansı ki, mənasını bilmədikləri, sözləri, musiqisi bilmədikləri bir musiqi ilə biz restorana, şadlıq evinə qədəm qoyacağıq. Mən ona əlbəttə ki, öz etirazımı bildirirəm, həmişə. Çünki biz əgər elə icazə versək, bizim həqiqətən də musiqilərimizi bizim mənfur qonşularımız oğurlayıb, öz məclislərində vağzalı sədası səsləndirirlər. Amma bizim gənclər o vağzalı sədasını arxivləşdirirlər. Mən həmişə vağzalı sədasını sintez eləmişəm, belə desək ki, vağzalı ilə Qarabağ şikəstəsi. Bu mənim yanaşmamdır. Çünki Qarabağımız azad, qurulan ailə azad bir ailədir. Sevgi ilə, məhəbbətlə qurulur. Və oradakı o vağzalı sədası ilə və o vağzalı sədasında da bir kuplet də olsa Qarabağ şikəstəsi səslənir. Bu bilirsiniz nə deməkdir? Bu məclisin gözəlliyi, məclisin gözəlliyidir. Bəli, indi mən istərdim elə o anı bir qısa bizim tamaşaçılarımıza göstərək.
olun, sizə də, dəyərli musiqiçilərimizə də təşəkkür edirik. Yəqin ki, Sevinçli Dəqiqələr proqramına baxan bizim əziz izləyicilərimiz bu verilişdən razı qalarlar. Arzu edirik ki, hər kəsin evində elə dəqiqələri yox, günləri yox, ayları, illəri yox, bütün ömürləri sevinç içində keçsin. Gül xanımın məkanı gözəl bir istirahat mərkəzi, yayın bir axşamlığı, gözəl musiqiçilərlə bir yerdəyik. Qormaz müəllim, bu musiqiçiləri dəvət elədiyinizə görə sizə təşəkkür edirik. Hər birinin ayrı-ayrılıqda yeri var, hər birinə sənətlərində uğurlar arzuluyoruz. Bir dəfə bir məclisə dəvət almışdım, bir oxuyanla. Aparıcılarımızdan biri məclis aparırdı, bizi dəvət elədi. Xeyli mən tərifləyəndən sonra mikrofonu verdi məndən oxuyana. İndi oxuyan oxudu, o musiqiçiler ayaq deyirdi. O ayaq gəlib çatanda dedim mikrofonu ver, bir şiir deyib. Dedim insandır da, yəqin ürəyindən keçən bir şiir gəlib. Mikrofonu verdim, bir şiir dedi. Oxuyan yenə oxudu. Həmən məqam gələndə bir də dedim mikrofonu ver, bir şiir deyib. Mikrofonu verdim, bu dəfə də şiiri dedi. Üçüncü dəfə həmən yerə gəlib çatanda dedim mikrofonu ver, bir şiir deyim. Dedim məni bura mikrofon saxlamağa çağırmışdıq. Mən istəyirəm ki, bizim olan verilişlərdə çağırdığımız qonaqlar daha çox tanışsınlar. Biz demiyorlar ki, hər həftə görükürük, amma siz dəvət olunanda. Buyurun. Elə toyda o məzəli bir hadisədən dediniz, mən də deyim. Şəkiyə bir dəfə toya getmişəm. Musiqiçilər Şəkidəndir, mən bircə buradan getmişəm, Qarabağdan. Nəysə orada bir oran cəmaətdə, həm də hazır cavabdılar. Bir ağsaqqal gəldi, xeyir-dua verdi, qutardı. Dedim ağsaqqal, indi köhnə kişilərdənsiniz, nə oynamaq istəyirsə mənimlə qayıtdı ki, siz nə çalışsınız çalın, mən Heyvagül oynayacağım. Allah bir daha deyirəm, bütün evlərə toy qismət eləsin, gözəl günlər qismət eləsin. Və anar bax, bilir ki, həmişə mən nə söz deyirəmsə, nə şiir deyirəmsə, icazə versəniz, balabanla deyirəm həmişə. Bir məqamda üç çağlayan görmüşəm. Biri pərdə, biri mizrab, biri sim. Bir məqamda üç çağlayan görmüşəm. Biri mənəm, biri sənsən, biri kim? Qartal olsam qanadımı salardım, palıd olsam böyrü üstə qalardım. Bir dağ olsam yanıb külə dönərdim, güneş olsam birdən-birə sönərdim. İnsan edim, yavaş-yavaş ərim. Gözdən uzaq qəlbə yaxın olan yar. Bu dünyada üç sinəsi dağlı var. Biri mənəm, biri sənsən, biri kim? Güneş olsam birdən-birə sönərdim. İnsan edim, yavaş-yavaş ərim. Yavaş-yavaş ərim. Allah sizi var eləsin. Elə istərdim ki, bir gözəl bir tofri ifa eləyək. Bizim dinləyicilərimiz də artıq gözəl musiqilərimizi dinləyəydilər.
sen bu kadar doyma mənə kimsən ay ömrüm günüm bu kadar doyma mənə kimsən ay ömrüm günüm Başın gözün şirin sözün aldım elim canım Başın gözün sözün aldım elim canım Ben sana kurban sevgili canım Ben sana kurban ben sana heyran Alım sen benim canım ben seni alım kurbanım alım ay hanım Alım sen benim canım kurbanım alım ben seni alım ay hanım Çay tam oldu Ceylan. Teşekkür edirik. Sevinçli Dəqiqələr programı. Əziz izləyicilər, sizin aranızda şairlər, yazıcılar, rəqs qrupları, aparıcılar, müğənnilər, virtuoz sənətkarlar siz də müraciət eləyin. Sizləri də Sevinçli Dəqiqələr proqramına dəvət eləyək. Və məkan sahiblərindən də kim istəsə biz onların məkanında verilişləri çəkə bilərik. Ona görə ki, hələ ki bizim özümüzün çəkiliş pavilyonumuz yoxdur. Səyyarı kim qonaq eləsə, onun məkanında çəkilişlərimizi aparırıq. Bugün də Çəmənli kəndində Gülü xanımın məkanında bir verilişlə, gözəl bir musiqiçilərlə sizlərin qonağıyıq. Alın yazısına inanıram mən. Hər şeyin talihi yazılır bilin. Dünyada nə olub, nə olacaqsa alın yazısında yazılır bilin. Bir daşın hardasa necə durmağın, günahsız bir qızın boynun vurmağın, nadanın kiminsə qəlbin qırmağın alın yazısında yazılır bilin. Bir toxum torbağa sancılmamışdan, cücərib budaqdan asılmamışdan, çiçək tək budaqdan saçılmamışdan alın yazısında yazılır bilin. Dəryada tufanın necə qalmağın,
Çaylar məzarasını niyə aşmağın, sevən sevdiyini necə tapmağın, alın yazısında yazılır bilin. Arzudan arzuya insan yol gedir. Dünya değişmər, insan terk edir. Kimse kama yetir, kim nakam gedir. Alın yazısında yazılır bilin. Kiməsə şəhidlik məqamı çatır. Kimisi günahsız torpaqda yatır. Kimlərsə suların qoynunda yatır. Alın yazısında yazılır bilin. Qoranoğlu rəhminə şükür edir. Olanlara şükür ilə yanaşır. Alın yazısında yazılıb bilir. Alın yazısıdır. Yazılıb bilin. Mən senden bir avuç sevgi istedim, mehabbet istedim, ne istedim ki? Mən senden bir avuç sevgi istedim, mehabbet istedim, ne istedim ki? Bir ömür aldılar ehdine vefayan, sadakat istedim, ne istedim ki? Düştüm bu sevdanın hoş rüyasına, dözdüm sine gerdim her edasına. Seninle birlikte eşk dünyasına seyahat istedim, ne istedim ki? Sevgi mevzusu həmişə gündəmdədir də. Ömründən ötəcək illər yer kimi, gözündən axacaq yaşlar sel kimi, qalsan da kərvansız quru çöl kimi, ağlayıb, sızlayıb kiriyəcəksən, sən məni onu da bilməyəcəksən. Gözlərim gözündə kök salacaqdır, qulağın səsimə darıxacaqdır, ürəyin mənimlə barışacaqdır. Özün özünü unudacaqsan, sən məni onu da bilməyəcəksən. Elə biləcəksən ki, unuttun məni. Güya ki, qəlbindən silmisən məni. Sən özün qəlbinə yüklədin qəmi. Özünü yadından çıxaracaqsan, sən məni onu da bilməyəcəksən. Sevənlər görəndə kövrələcəksən. Dərdini kiminlə tən böləcəksən. İlqarın sevgisin hey gəzəcəksən. Kiminsə gözünə kül vuracaqsən. Sən məni onu da bilməyəcəksən. Ay bütün cəblərimi vermişsən heçə, ay zalım, axı adamı sevənlər necə? Mən ki səndən çox yoğunca zərrəcəm, səxavət istədim, nə istədim ki? Ay canım, anay. Kaldırdın ömrümü eşkallı günden, bu yoldan dönmedim ben birce günde. Təhcə özümə yox, hər ikimize saadet istedim, ne istedim ki?
qaçma məndən. Mən sənsiz dözə bilmirəm, sənsiz yaşaya bilmirəm. Sensiz yaşaya bilmirəm, sensiz yaşaya bilmirəm, sensiz yaşaya bilmirəm. Seni görenden beri sinem oğlum gəm dəftəri. Kör qaşı gəl əskəri, salırsan gözdən bilmirəm. Sensiz yaşaya bilmirəm, 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 sensiz yaşaya bilmirəm. Sevinçli Dəqiqələr proqramı qonağımız Qormaz Qarabağlı. Sizin şəxsinizdə bütün musiqiçilərə təşəkkür edirik. Gülü xanımın məkanının kollektivinə, rəhbərinə, xidmət personalına təşəkkür edirik. Gələn qonaqlar yəqin ki buradan razı qalarlar. Qormaz müəllim, bu axşam mənə elə gəlir ki siz biraz fərqlisiniz. Yəqin ki toyxana ilə efirin fərqi var. Efirdə sərbəstçilikdir, toyxanada insanın yükü çox olur, məsuliyyət çox olur. Bu axşam yəqin ki bu sevinçli dəqiqələr proqramına baxan qonaqlar da sizdən, bizdən razı qalacaqlar. Sizə təşəkkür edirəm. Bu gözəl kollektivdən, qulaqlarımızın, köhnə kişilər demiş, qulaqlarımızın pasını təmizlədiyinizə görə sizə təşəkkür edirik. Musiqiçilərimizə təşəkkür edirik. Həmişə efirlərin, məclislərin yaraşıq olasınız. Təşəkkür edirəm. Mən bu gözəl məkanın gözəl rəhbəri olan, elə özü də adı kimi olan Gülü xanıma böyük təşəkkürümü bildirirəm. Bizi bu gözəl məkanına dəvət etdiyinə görə və bizə elə isti münasibət bəslədiyinə görə hər birinizə təşəkkür edirəm. Zahir qardaşıma təşəkkür edirəm. Və kadr arxasında bizim əziyyətimizi çəkən, tər tökən videoperatorlarımıza təşəkkür edirəm. Və orada bir anamız var ki, o da bizim üçün gözəl bir çay təşkil edir. Ona da böyük təşəkkürümüzü bildiririk. Allah canınızı sağ eləsin. Elə bir segah təsnifi ilə istəyirəm verilişimizi də yekunlaşdıraq. Sevgiye lime könül açtı, sevgiye lime könül açtı. Eritti bir ilde beni, eritti bir ilde beni. Eşke elinde meme kaçtı. Eşk hayalinden beme kaçtı, aktardı zilde beni, o aktardı zilde beni. Korkuyorum ki ehdim dala, varım ala, şane, şane. Korkuyorum ki ehdim
Bir daha hər birinizə təşəkkür edirik. Əziz izləyicilər, Sevinçli Dəqiqələr proqramında ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb bu verilişdə iştirak etmək istəyən hər kəs bizim qonağımız ola bilər. Hər birinizə təşəkkür edirik və növbəti həftələrdə növbəti qonaqlarla bizi gözləyin. Sağ olun.